Allah Taala mübarək kitabında buyurur ki, və kənə insanı qatura. Həqiqətən də insan simic, paxıldır. Bu insanın təbiətidir. Görürsən, insana ağır gəlir Allah yolunda sərf etmək. Allah yolunda xərcləmək ağır gəlir. Ona görə də alimlər nə deyirlər? Deyirlər ki, mal ki var, dünya malı, dünya nemətləri, bu insanın nəfsinə ağır gələndir. İnsan görürsən ki, ən sevdiyi bir şeyinə, ən sevdiyi bir şeyə görə, ondan daha çox sevdiyi şeyə görə keçir ondan. Ondan daha çox sevdiyi bir şeyə görə, o şeydən sevdiyi şeydən belə keçir. O da maldır. Hansı ki, var dövlətdir. Ona görə də Allah Rasulü sallallahu əleyhi və səlləm buyurur ki, əgər Adəm övladına bir vadi deyir, qızıl, mal, dövlət versəydilər, deyərdi, yenə də verir. Yenə də versəydi, deyərdi ki, yenə də verir. Onun gözünü torpaqdan başqa bir şey doydurmaz. Çox görürsünüz ki, dəfn olanda insan üzünə torpaq da qoyurlar. Subhanallah. İnsanın gözü doymur. Ona görə də dinimiz bizlərə Allah yolunda sərf etməyi, Allah yolunda xərcləməyi əmr edir. Çünki xərcləmək, Allah yolunda sədəqə vermək insanın qəlbini yumşaldır. İnsanın qəlbini ətrafda olan insanlara qarşı mülayim edir, rəhimli edir, əl açıq edir səni, paxıllıqdan qoruyur səni, simizlikdən, əli bərk saxlamaqdan səni qoruyur, sədəqə vermək Allah yolunda. Nə qədər çox sədəqə verirsənsə, Allah Taala da səni onun üçün nə edəcək? Qiyamət günü artıracaq. O qiyamət günü ki, əziz müsəlmanlar, hansı ki Allah Taala o qiyamət günü bizə vəsf edib Quran-ı Kərimdə, günəşli insanlara yaxınlaşdırılacaq. Elə bir tərzdə yaxınlaşdıracaq ki, istidən, insanların tərləri içərisindədir boğulacaqlar insanlar. Həyalarından hər bir kəs başını yerə dikəcək və gözləyəcək ki, subhanallah, mən Rəbbimə nə cavab verəcəm? Bu qədər günahlarımla, asiliklərimlə, üsyanlarımla. Və Allah Taala hər bir kəsi lüt-lütüryan həşr edəcək, subhanallah. Hətta o sünnət olunmuş ət parçası da üstündə olacaq. Allahu akbar. Peyğəmbər sallallahu əleyhi və səlləmin yoldaşı, möminlərin anası Ayşə radiyallahu anhə soruşdu bu haqda. Ya Rasulullah, qadınlar da, kişilər də lüt olacaqlar, bir-birlərinə baxmayacaqlar. Allah Rasulü sallallahu əleyhi və səlləm buyurur ki, o gün deyir, onların hər birisinin o qədər işi olacaq ki, o qədər hər kəsin öz günahlarını fikirləşəcək ki, heç kəsə baxmağa heç vaxt olmayacaq belə. Heç kəs onun hayında olmayacaq ki, kimsə lütdür, qadındır yanında və yaxud uşaqdır, baxım ona. Heç kəs o vaxtda fikirləşməyəcək. Hər bir kəs fikirləşəcək ki, subhanallah, mən Rəbbimə nə cavab verəcəm? Axı mənə deyirdilər, qiyamət olacaq. Axı mənə deyirdilər ki, sən diriləcəksən, Allahın qarşısına cavab verəcəksən, sorğusu olmayacaqsan. Lakin mən bunları hamısını 5 günlük dünyada kim gəlib oradan, kim görüb oraları deyərək yola verib gedirdim. Çünki hər bir kəs görəcək bunu, hər bir kəs bunun şahidi olacaq. Və Allah Taala da hər bir kəslə arada heç bir tərcüməçi vasitəçi olmadan danışacaq. Bax, o dəhşətli istidə, o əzab əziyyətli bir gündə, o peşmançılıq, rüsvayçılıq bir günündə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allah üçün sədəqə verənlər o sədəqənin kölgəsinin altında olacaqlar. Allahu akbar.